Deməli, 48-ci səhifə ilə davam edirik. Burada telefonun ixtirası daha bir tarixi ədalətsizlik mətninin tapşırıqlarını yerinə yetiririk. Dərslik səhifə 92-95-də 5-ə aiddir. Gəlin A tapşırığına baxaq. Mətnə əsasən hadisələrin ardıcıllığını müəyyən edin. Baxırıq ardıcıllıqlara. Telekrofond patent idarəsində qeydiyyata alındı. Meucci elektrik cərəyanının səsi ötürə bildiyini aşkar etdi. Üçüncüdə ABŞ Konqresi Meucci'nin telefonunun ixtiraçısı kimi tanıdı. Meucci Bell məhkəməyə verdi. Daha doğrusu Meucci Bell'i məhkəməyə verdi. Meucci İtalyadan Havana'ya köçdü. Alexander Bell telefonu ixtira etdi. İlk öncə bizdə deməli, gəlin bunu nömrələyək. İlk öncə o Havana'ya köçdüyünü bilirik. Daha sonra elektrik cərəyanını kəşf etdiyini, cərəyanın ötürə bildiyini aşkar etdi. Daha sonra patent idarəsi birinci deməli fikri götürürük. Deməli bu oldu bizim üçüncü fikrimiz, üçüncü ardıcıllığımız oldu. Daha sonra deməli Meucci məhkəməyə verdi. Burada isə dördüncü bu sıralama gələcək və sonda belə deyək, son deyil hələ. Deməli, burada Alexander Bell telefonu ixtira etdi 5-də. Sonuncu 6-cıda isə ixtiraçı kimi Meucci'ni tanındı. Və baxaq bu variantımıza hansı uyğun gəlir? 5, 2, 1, 6 və 6, 4. Burada bir dəqiqə düzəliş eləyək. Deməli, qeyd etdim. Birinci olaraq Meucci İtalyadan Havana'ya köçdü 1. Sonra Meucci elektrik cərəyanının səsi ötürə bildiyini aşkar etdi. Telekrofon patent idarəsində qeydiyyata alındı. Alexander Bell telefonu ixtira etdi. Meucci Bell'i məhkəməyə verdi və ABŞ Konqresi Meucci'nin telefonu ixtiraçısı kimi tanıdı. Mətn əsasən bu fikirləri ardıcıllığını düzdük və baxırıq bizdə C variantı uyğun gəlir bizim deməli sualımıza. İndi isə keçək B tapşırığına. Tapşırığımızda belə bir şərt verilibdir. Mətni istinad etməklə cədvəli tamamla. Nəticələr verilibdir. Səbəbi bizdən soruşulur. Meucci İtalyadan çıxıb getdi. Western Union onun əlaqə yaratdı. Meucci yaşadığı evin zirzəmisi ilə ikinci mərtəbə arasında telefon xətti çəkdi. Qadın xəstə idi. Meucci Alexander Bell'i məhkəməyə verdi. Meucci patentin vaxtını uzada bilmədi. Gəlin bu səbəbləri yazaq bu nəticənin qarşısında. Uşaqlar deməli səbəb olaraq Meucci'nin maddi çətinlikləri vardı. Meucci İtalyadan çıxıb getdi. Meucci qəzetdə elektrofon da elan verdi. Western Union onunla əlaqə yaratdı. Ağır xəstə olan həyat yoldaşı Ester evin ikinci mərtəbəsində qalırdı. Meucci yaşadığı evin zirzəmisi ilə ikinci mərtəbə arasında telefon xətti çəkdi. Qəzetlərdə Bell'in danışan teleqraf telefon etdiyi haqda xəbərlər dərc olundu. Meucci Alexander Bell'i məhkəməyə verdi. Meucci'nin maddi imkanı yox idi, patentinin vaxtını uzada bilmədi. Belə, bugünkü, daha doğrusu bu səhifədəki tapşırıqları da yerinə yetirdik. Keçək 49-cu səhifəyə. Artıq səhifə 49-dayıq. İkinci dərs Alexander Bell dünyada ən bahalı patentin sahibi. Dinləmə mətnimizdir. Dərslik 95-dəki 5-ə uyğundur. Deməli, mətnin məzmunu ilə bağlı doğru fikirləri qeyd edin. Doğru fikirləri deməli qeyd edəcəyik burada. Bell eşitmə qüsurlarını öyrənirdi. Bəli, belə bir sualımızın cavabı vardır. Daha doğrusu belə bir fikir var. Patent onun varlanmasına səbəb oldu. Bəli, bu fikir də vardı. Bell telefona qədər heç nə ixtira etməmişdi. Xeyr, bu yanlışdır. 4. Bell özünün telefon şirkətini yaratdı. Bəli, doğrudur, yaratdı. 5. Bell qazandıqlarını yalnız ailəsinə sərf edirdi. Xeyr, bu yanlış
fikirdir. Daha doğrusu bu haqda məlumat verilməyibdir. B tapşırığında deyir, mətnə istinad edərək Alexander Bell haqqındakı məlumat vərəqini tamamla. Deməli, Alexander Bell adı, soyadı, kimliyi, fəaliyyəti və digər xidmətlərini biz qeyd edəcəyik. Deməli, Alexander Bell haqqında kimliyi Şotlandiya əsilli ixtiraçı, alim, müəllim idi. Fəaliyyəti üçün bir balaca az yer qoyulubdu, amma tam əhatəli yazdım. Siz baxın, bəzi şeyləri görün, qısa da qeyd edə bilərsiniz. Eşitmə qüsurlu insanlar üçün müəllimlər hazırlayan məktəb açmış, səslə bağlı elmi tədqiqatlar aparmışdı. Fəaliyyəti bundan ibarət olmuşdu və əsas xidməti 1876-cı ildə telefonu ixtira etmişdi. Əlavə məlumat kimi belə bir məlumatları qeyd edə bilərik ki, ilk ixtiraçı deməli daha doğrusu elektrik fortepianosu olmuşdu. Anası və həyat yoldaşı eşitmə qüsurlu olduğu üçün bu sahədəki tədqiqatlara böyük önəm vermişdi. Onun aldığı telefon patenti dünyada ən bahalı patent sayılır. 1922-ci ildə vəfat etdiyi gün onun xatirəsinə dünyadakı bütün telefonlar bir dəqiqəlik söndürülmüşdü. Keçək C tapşırığına, daha doğrusu C tapşırığına. Deməli, C tapşırığında hansı məlumat dinləmə mətninin məzmuna uyğun deyil? Dinləmə mətnini xatırlayın. Deməli, daha öncəki dərslərdə bu haqda dərs paylaşmışıq. İstəsəniz o dərsdə də dinləmə mətnini dinləyə bilərsiniz. Birinci, 1877-ci ildə evlərdə telefon quraşdırıldı. Elə həmin ildə Boston və New York arasında teleqraf xətti vasitəsilə telefon danışıqları baş tutdu. İkinci, 1880-ci ildə Bell və həyat yoldaşı Fatafon adlı simsiz telefon ixtira etdilər. Alexander Bell bu ixtirasını həyatında etdiyi ən yaxşı texniki yenilik adlandırırdı. Bell ağciyərləri zəif olan adamlar üçün süni nəfəs aparatının ilkin variantını hazırlamışdı. Dinləmə mətnində xatırlasanız görəcəksiniz ki, burada süni, yəni ağciyər deyil, o eşitmə qüsurlu insanlar üçün yəni aparatlar hazırlanmış və fəaliyyətini də məhz bu sahəyə yönəltmişdi. Ona görə də bizdə uyğun gəlməyən variant üçüncü cümləmizdir. Belə, keçirik 50-ci səhifədəki tapşırıqlara və növbət dərs izahları ilə davam edək. 50-ci səhifənin tapşırığındayıq. Burada deməli telefon texnologiyasının inkişafı 20-ci əsrdir. Mövzumuz dərslik səhifə 96-98-dədir. Mətnə istinad edərək suallara cavab yazırıq. Thomas Edison telefonla danışmaq üçün hansı sözü təklif etmişdi? Telefon mərkəzləri nə üçün yaradılmışdı? Teletype harada istifadə olunurdu? Telefaksdan istifadə nə üçün azaldı? Pagerin funksiyası nə idi? Deməli, Thomas Edison telefonla danışmaq üçün hansı sözü təklif etmişdi? O, hello sözünü təklif etmişdi. Telefon mərkəzləri nə üçün yaradılmışdı? Bu mərkəzlər abunəçilər arasında rabitə qurmaq üçün yaradılmışdı. Teletype harada istifadə olunurdu? Teletype xəbər agentlikləri, dövlət orqanları və böyük şirkətlər arasında istifadə olunurdu. Telefaksdan istifadə nə üçün azaldı? Çünki elektron poçt inkişaf etdi. Pagerin funksiyası nə idi? Pagerin funksiyası qısa mətn mesajları və ya siqnalları qəbul etmək idi. İndi isə keçək B tapşırığına. B tapşırığında deyir, mətnə əsasən fikirlərin doğru və yanlış olduğunu müəyyən edin. Alexander Bellin istifadə etdiyi telefon çağırışı indi də istifadə olunur. Elə Alexander Bellin istifadə etdiyi telefon çağırışı indi də istifadə olunur, yanlışdır. Əvvəllər telefon rabitəsi iki obyekt arasında yaradılırdı. Bəli, doğrudur. Azərbaycanda ilk telefon xətti 20-ci əsrdə çəkilmişdi. Xeyr, bu yanlışdır. Telefaksla sənədləri uzaq məsafəyə ötürmək olurdu. Doğrudur. Pagerdən daha istifadə olunmur. Xeyr, istifadə olunur. Burada cavabımız yanlışdır. C tapşırığında boşluqların yerinə söz mücürsündən uyğun gələn sözləri yazacaq. Mən dostuma təbrik yazacağam. Buradakı boşluqları qeyd edək. Belə, söz mücürsündən istifadə edərək sözləri yazdım. Mən dostuma təbrik mesajı yazacağam. Telefon operatorları abunəçilər arasında əlaqə yaradırlar. YouTube-da bəzi kanalların çoxlu abunəçiləri vardır. Peyvənd bir çox xəstəliklərə qarşı effektiv olur. Belə,